Gəncə Daşkəsən Regional Təhsil İdarəsində baş verdiyi iddia edilən geniş miqyaslı korrupsiya və maliyyə yenilikləri ilə bağlı şok faktlar üzə çıxıb. Yerli media tərəfindən ifşa edilən məlumatlar regionun təhsil sistemində dövlət vəsaitlərinin sistemli şəkildə mənimsədildiyini ortaya qoyur. Bölgə TV Aktual İnfonetə istinadən xəbər verir ki, Gəncə Daşkəsən Regional Təhsil İdarəsində maliyyə intizamının tamamilə pozulduğu, büdcə vəsaitlərinin təyinatı kənar xərcləndiyi və süni borcların yaradıldığı iddia olunur. Belə ki, idarənin maliyyə üzrə müavini Rövşən Kərimov və baş mühasib Gülnar Hadiyevanın rəhbərliyi ilə 2022-2025-ci illər ərzində məktəb və bağçaların vəsaitləri qanunsuz olaraq aparatın xərcləri kimi silinib. Məlumatlara görə hər ilin sonunda yaranan büdcə kəsirləri balansda gizlədilərək növbəti ilin vəsaiti hesabına bağlanıb ki, bu da dövlət maliyyə siyasətinə zidd olaraq milyonlarla manatlıq qanunsuz dövriyyə deməkdir. Korrupsiya şəbəkəsindən diqqət çəkən məqamı süni ştatların yaradılmasıdır. İddia olunur ki, Gəncə, Göygöl, Goranboy və Samux rayonlarında sinif otaqları fiziki olaraq fanellərlə bölünərək saxta sinif komplektləri yaradılıb. Bu yolla qanunsuz xadimə, laborant və dalandar ştatları açılaraq onlara dövlət büdcəsindən əmək haqqı ödənilib. Eyni zamanda texniki heyətin 1.5 ştat vahidi ilə çalışdırılması adı altında artıq vəsaitlərin mənimsədildiyi, rəhbərliyin yaxın qohumlarının işə diaqnostik balları nəzərə alınmadan şişirdilmiş dərs ştatları verildiyi bildirilir. Maliyyə yeniliklərinin satın alma sahəsində də tətbiq edildiyi vurğulanır. Məsələn, Samux rayonunda tullantıların daşınması üçün müqavilə məbləğinin süni şəkildə 4000 manatdan 29800 manata qaldırıldığı və bu məbləğin 30%-nin nağd şəkildə rəhbərliyə qaytarıldığı qeyd olunur. Oxşar mexanizmin dəftərxana və avadanlıq alışı zamanı Gülnar Hadiyevanın qohumlarına məxsus MMC-lər vasitəsilə həyata keçirildiyi, dövlət vəsaitlərini xəyali mallar qarşılığında nağdlaşdırdığı bildirilir. İddialara görə regionun qara kassası hesab edilən Gülnar Hadiyevanın dövlət qulluğu sertifikatının müddəti 2023-cü ildə bitsə də, o qanunsuz olaraq vəzifədə saxlanılır və büdcədən yüksək maaş, habelə 250%-ədək mükafatlar alır. Məktəb bufetləri və imtahanlardan yığılan vəsaitlərin kommunal xərcləri ödənilməsi əvəzinə şəxsi konfisientlərlə mükafat kimi paylanılması büdcə talanının digər istiqamətidir. Faktların araşdırılmasından yayınmağı üçün bir çox maliyyə sənədlərinin qəsdən imzalanmadığı və möhürlənmədiyi, qanunsuzluğa etiraz edən işçilərini isə biz özümüz qanunuq deyən rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığı bildirilir. Bağçalara inventar yazılsa da, rəsmi sənədin adı var, özü reallaşmır. Heç bir inventar bağçalara verilmir. Hazırda şikayətçi bu faktların Respublika Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən yerində araşdırılmasını, mənimsənilən dövlət vəsaitlərinin büdcəyə qaytarılmasını tələb edir. Qeyd edək ki, Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovdur. Rəna Rövşən qızı, Bölgə TV.